Soruşuram, kimdir danışan? Ne oldu Tufan? Kimiydi, ne dedi? Samanı qaçırdıblar, tenderə görə. Siz kimsiz? Məndən nə istəyirsiniz? Neynirsən bizim kimliyimizi? Biz də səni tanımırıq. Bir-iki gün qonaqsan qutarı getdi. Narahat olma güzel kız. Sakit olsan, heç kim sənə güldən ağır söz deməyəcək. Onsuz da yemək aparıb gətirəni görəcəksən ancaq. Biz yan otaqdayıq. Qaçmağa çalışma ki, kobud rəftar eləməyək. Axı siz kimsiz? Bura haradır? Heç ki. Biz heç səni zakaz eləyən adamı da tanımırıq. Səsini kəs. O qızı incitməsinlər ha. Əgər onun xətrinə dəyən olsa, hamınızı özüm güllələyəcəm. Eşitdin? Eşitdim, tapşıraram. Amma mən bilmirəm ki, siz o qızı niyə belə qoruyursunuz? Sən bilmən lazım olan şeyi bilirsən. Mənim şirkətim tender elan edib. Bir neçə böyük şirkət rəqabət aparır. Əsas da namizəd iki şirkətdir. İndi də o şirkətin birinin rəhbəri o bir şirkətin rəhbərini qaçırıb, yəni Səmanı. Məndən də tələb edir ki, tender ona verim. Sonra da Səmanı qaytarsın. Çünki oradansa öyrənib mən Səmanı sevirəm. Kimdir ki o adam? Yəqin adını eşitmirsən. Sərvər Qəniyev. Sərvər Qəniyev. Sən əminsən ki, Səmanı qaçıran Sərvər Qəniyevdir? Ondan başqa kim olacaq ki? Mən onun necə həzlaf adam olduğunu yaxşı bilirəm. Nə dedin? Mənim qızım sağ-salamatdır. Hardadır? Harda olduğunu bilirsən sən? Mən hardan bilim? Deyirəm, yəni sağ-salamat olar da. Sərvər, qaytar mənim balamı. Qaytar mənim qızımı. Sənə nifrət eləyirəm, nifrət eləyirəm sənə. Necə oldu? Mən gələndə həkimlər bədəninə cərəyan verirdi. Amma xeyir olmadı. 20 dəqiqənin içində baş verib hər şey. Tibb bacısına da deyib ki, atamın yanına gedəcəm. Sonra da alıb istəşim. Arzu xanım da yazıq elə bayaqdan ağlayıb. Deyir ki, qızım atanın yanına getmək istəyirdin. Bax, getdin. Belə sözlər deyib ağlayır bayaqdan. Getdi. Allah rəhmət eləsin. Şirkətdə öyrəndim. Sağ ol. Bayaq hara getdin? Bir iş var idi, onu dəqiqləşdirməliydim. Nəyi? Səmanın yerini öyrəndim. Nə? Hardan öyrəndin? Necə öyrəndin? Bilirəm, indi bura gəlib Səmanın yerini bilirəm demək qəribə səslənir. Sənə inanmağımı istəyirsən? İnanmamağa haqqım var. Sən inansan da, inanmasan da. Getsən də, getməsən də. Mən Səmanı qutaracam. Həm də ki, görürəm, burada sənə ehtiyac var. Sən bunu niyə eləyirsən? Kimsən axı sən?
Biləcəksən. Tufan. Arzu xanımın sənətləşdirmə işlərində məşğul olmağa hal yoxdur. Hə, o işlərlə sən məşğul ol, Tahir. Mən isə getməliyəm. Səma ilə qayıdacağam. Sən ona inanırsan. Arzu xanımla müğayət ol. Dediklərin yalan olsa, birinci səni öldürəcəm. Yox, nəsə var. Səma heç vaxt belə eləməzdi. Burada nəsə başqa iş var. Sakitləşin, Nərgiz xanım. Ürəyinizə bir şey gətirməyin. Sən nə danışırsan, Sevda? Gör, saat neçədir? Qız heç yanında yoxdur, heç yerdə. Yox, belə gözləmək olmaz. Nəsə eləmək lazımdır, adamın ürəyi partlayır. Polisə gedəm. Ya sən fıraq, ha? Nəsə eləmək lazımdır, nəsə eləmək lazımdır. Zəng vurmaq deyəndə... Sevda, sən nə demək istəyirsən? Səma xanımda bir adamın nömrəsi var. Onu şəxsi əşyalarının içində saxlayır. Ha, qız, nömrə ya telefonda olar, ya da kitabçada. Sevda, nə demək istəyirsən? Ürəyim partlayır. Kağıza yazılmışdı. Bir dəfə elə bildim ki, boş kağızda atmaq istədim. Az qalmışdı öldürsün məni. Deyir ki, o mənə ən yaxın adamın nömrəsidir. Sonra da sirməyə qoydu. Ən yaxın adam? Elə dedi. Sevda, tez elə. Tez ged o nömrəni tap, mənə gətir, tez elə. Sevda! Səma xanım, istəmirəm onun şəxsi əşyalarını əldəyim. Ay qız, şəxsi əşya vaxtıdır. Get gətir nömrəni mənə. Sənətləşdirmə işləri qutardı Arzu xanım. Qızımın ölüm kağızı mənim nəyimə lazımdır? Mən qızımın toyunu görmək arzusuyla yaşayırdım. Allah onu da mənə çox gördü. Səbir olun. Qismət beləymiş. Nigar hamımızın əzizi idi. Neynəmək olar? Alan yazsın bu. Tahir. Balamı nə vaxt verirlər aparın? Birazdan xəbər verəcəklər. Daha heç nəyə taqətim qalmayıb. Yenə Tufan sağ olsun. Hər şeyi boynuna götürdü. Qalan işlərdə özünüz həll eləyin. Siz olmasaydınız neynərdim mən? Narahat olmayın Arzu xanım. Borcunuzdur. Nə lazımdır həll eləyəcəyik. Tufanla danışmışam. Bəs Tufan hanı? Səndən söz soruşdum. Tufan getdi. Hara? Hara? Səmanı. Nə?
balamın cəsədi soymamış. Tufan Səmanın yanına getdi. Yox Arzu xanım. Mən heç elə söz dediyim. Tufan get Səmanı gətirsin. Özü telefonda demək istəmədi. Necə olsa bacıdırlar axı. Düz deyirsən. Səma Dillər axı çox istəyirdi. Bilirəm. Bacısı üçün o da ağlayacaq. Əyləş. Sakin ol. Xahiş. Sevda ne oldu? Orada da olmasa deməli yoxdur. Ay kız necə yəni yoxdur? Tapdım. Nömrə də yazılıb. Ad da var. Dəqiq bilirsən həmin nömrədir? Həmin nömrədir, yaşıl kağız idi, həmin nömrədir. Yaxşı, gəl. Gəl gedək görək kimdir bu ən yaxın adam. Aşağıcı Tufan müəllim. Mən səni burada gözləyirəm, yubanma. Mənim balam anasını qoruyur da. Qurban olaram sənə. Ana, Can, biz uşaq yaşımızı çoxdan keçmişik. Əlbəttə qoruyacaq. sənə. Amma bir də belə eləmə. Mən elə qorxdum ki, atanla sənin aranın açılmağını istəmirəm. Narahat olma. Ana, mənim qaqaşım İgid deyə, mərddir. Kənan dedi ki, o günü 3 nəfəri birdən döyüb. Nə danışırsan ay qız? Doğrudan? Yo, Kənan zarafat edib. Sənin bir də belə şey olmasına. Yaxşı?
Kənan harda qaldı? Məni Səma ilə görüşdürməli idi axı. Mənə də elə dedi. Tarix görüşəcəyik. Qızım, sən get mənim telefonumu gətir, nəsə narahatam. Zəng eləyim, qaqaşla danışım. Yaxşı. Gələr, Tarix. Gətirəcəm. Biriniz qalxın yuxarı. Tufan bəy, xahiş edirəm, mən sizə başdan hər şeyi izah edə bilərəm. Bircə dəqiqə mənə vaxt verin. Siz özünüz də görəcəksiniz ki, məndə heç bir günah yoxdur. Məcbur edim buna. Başqa yolum yox idi. Çox xahiş edirəm. Qulaq asarsınız mənə. Bəli, Tufan müəllim. Dilşad xanımın bu vaxt mənim kabinetimdə nə etdiyini sabah sizdən soruşacağam. Rəisinizlə bir yerdə. İndi isə mənə qulaq asın. Dilşad xanım səhərə qədər burada məni gözləyəcək. Kabinetimdə əgər birdən gəldiyi kimi yoxa çıxsa, özünüzdən küsün. Baş Tufan müəllim. Kim var orada? Kapını açın. Hardasan Tufan? Sən axı mənim qəhrəmanım idin. Nə vaxt başım bir bəlaya düşsə, mən arxalacağını həmişə əmin olmuşam. Bəs indi hardasan? Bilirəm, burada olmağımdan xəbərin yoxdur. Amma yenə də sənə güvənirəm. Əgər bizim sevgimiz həqiqətlisə, sən məni tapacaqsan, inanıram. Allah'ım mənə kömək ol. Çıxart məni buradan. Narahat olma, bir balaca işim var şəhərdə. Yaxşı. Dedim narahat olma, söz vermişəmsə səni Səmanla görüşdürəcəm. Yaxşı, yaxşı ana, mən sənə sonra zəng vuraram. Oldu. Sağ ol, sağ ol. Bəli. Bəli, mənəm Tufandır. Kimlə danışıram? Bu qız neçə gün qonağımız olacaq bizim? Sənin üçün nə fərqi var? Gündəlik pulumu alırsan. Alıram, ürəyim darıxır da can sıxıcı işdir. Düz deyirsən. Arada pullu işlərdə can sıxıcı olur. Əsas odur ki, bir şeyi yadından çıxartma. O qıza cavab deyin mənə. O qıza bir şey olsa, boynunuzu qıraram sizin. Narahat olma, hər şey qaydasında olacaq. Sağ olun, sağ olun. Nə dedi Nərgiz xanım?
danışandan çox mədən adam oxşuyurdu. Elə bil onunla danışandan sonra rahatlaşdım biraz. Ama... Nə amma? Ha kız, bir imkan ver. Ama... Aması odur ki, Tufan özü biraz hayacanlıydı elə bil. Ama Səmanı çox istəyir. Danışığından hiss elədim. Adını çəkəndə hər dəfə hörmətlə, hətta belə nəvazişlə çəkirdi. Amma... Yenə amma Nərgiz xanım, ürəyim partladı. Sevda, Səmanın açığını bu dəqiqə səndən çıxacağım. Neçə yəni? Səma yanındadır. Ama biraz işi var. Telefonum məndədir. Özü birazdan sesi yığar. Sevda. Sevda. Yoxsa sən nəsə bilirsən, məndən gizlədirsən, ha? Nəyi bilirəm, Nərgiz xanım? Dəqiq bilirsən, sən mənə orada saxlayırlar. Ha, hər. Evdə nə qədər adam var? 2 nəfərdirlər. Onda kəndə elə gir ki, bizi görən olmasın. Narahat olma. Oraları yaxşı tanıyıram. Deyirsən, Səmanın anası inandı sənə. Bilmirəm. Çox narahatdır qadın. Ayıb yox. Hər şey yaxşı olacaq. Buralarda bir yerdə saxlayaq. Niyə? Qoy biraz ara sakitləşsin. Burada. Bəlkə Səma ilə bu Tufanın yanındadır, ha? Gecə orada qalıb. Görüşürlər. İkinizi də yandıraram. Evi dəqiq tanıyırsan, ha? Ha. Bəs onda nəyə gözləyirik burada? Gedək girək də evə. Demirsən 2 nəfərdilər. Hələ tezdir. Biraz gözləmək lazımdır. Tufan. Bayaqdan səndən bir söz soruşmaq istəyirəm. O ölən qız kimdir? Mənim... Daha doğrusu... Səmanı tanımamışdan qabaq tanış idik o ilə. Daha doğrusu nişanlanmalıydıq.
Həm də Səmanın bacısıdır. Başa düşmədim. Necə yəni Səmanın bacısı idi? Səma bəyəm evin tək uşağı deyil. Tək uşağı idi. Yəni Səmanın Nigar, yəni o ölən qız ata bir bacısı idi. Mən sizdən bir həftə vaxt istəyəcəkdim. Bir həftə vaxt. Bilirsiniz ki, böyük məbləğdir, toplamaq asan deyil. Mən sizə keçən dəfə də dedim axı. Keçən dəfə nə dediyin bizi maraqlandırmır. Ümumiyyətlə bizi artıq heç nə maraqlandırmır. Bir həftə deyirsən. Bax bu bir həftə özü böyük bir zamandır. İnsanın həyatı bir həftəyə nədir? Bir günə, hətta bir saata tamamilə alt üst ola bilir. Sən də insansan. Bu son zəngidir. Vaxtın bitir. Alo. 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 Yox. Yox. Mən bu boyda sərvəti bir günə başqasına verə bilmərəm. Mən itirmək istəmirəm. Kimi gözləyirik, Gələcək. Sənə dediyim gözləmək lazımdır. Onlardan biridir. Ha, gəl. Kimdir? Hardadır qız? Hanı qız? Gəl. Hardadır qız? Aç qapını. Qapını aç. Keçdi. Keçdi, sakit ol. Hər şey yaxşıdır. Sakit ol. Səma. Qızım. Ananı yaman nigaran qoydu. Qorxutdu məni. Səma. Sən mənim balamsın. Mənim balamsın. Vermərəm səni heç kimə. Səni heç kim məndən ala bilməz. Qızım. Bir necə şirin-şirin yatır.
hesabı soracağım. Ana məni səndən kim ayırmaq istəsin ki? Alo, Tufan. Bu gecə səni yuxumda görmüşəm. Əslində sənə minnətdarlığımı bildirmək istədim. Həyatımı qurtardın, çox sağ ol. Əlbəttə ki, Kənan da sağ olsun, o da çox kömək elədi. Onunla da danışacağam. Sən mənə nəsə demək istəyirsən? Buyur da eşidirəm. Hə, Tahir, bilirəm, orada olmalıyam. Ya, birazdan gəlirəm, tez gələcəm. Hə, bilir, xəbəri var Səmanın. Mənim bir vacib işim çıxdı, getməliyəm. Amma eləlik, səndən bir şey xəbər almaq istəyirəm. Kimsən, kimin adamsan? Sərvər Qəniyevin. Nədənsə təəccüblənmədim. Neynəməliydin sən? Hamısını ətraflı o məktubda yazmışam. Mənim axşam burada kifayət qədər vaxtım oldu. Yeri gəlmişkən, sizə o məktubu da mən yazmışdım. Xəbərdarlıq məktubunu deyirəm. Niyə? Sözün açığı siz məni başqa cür tanıtmışdılar. Yəni mən bilmirdim belə adamsınız. Gəldim və hər şeyi öz gözlərimlə gördüm. Gördüm ki, vəziyyət tam əksinə imiş. Elə buna görə də başladım onlara yanlış məlumatlar ötürməyə. Sizin şirkət haqqında. Amma niyə onlara işləyirəm? Onun səbəbini ətraflı yazmışam məktubda. Qərar sizindir. Məni ya tutturun, ya da buraxın gedim. Amma bir şey sizə söz verirəm. Bir də heç vaxt, heç yerdə qarşınıza çıxmayacağam. Söz verirəm. İzə düşməyə ehtiyac olmuyor. Mənim məkanıma basqın olur, mənim qonağımı qaçırırlar. Amma dünənki uşağın biri deyir ki, izləməyə ehtiyac olmadı. Sən özün verdin bu qərarı. Sizə demişdim axı. Demişdim ki, o qızın başından bir tük əksik olmasın. Ona yaxşı bax. Demişdim ya yox. İndi mən hardan bilim ki, onu kim uğurlayıb, kim qaçırır? Bəlkə elə boğazını kəsib hansısa bir quyu yatıblar. Bəs o qızı mən niyə qaçırtmışdım? Onu da unutmuşsan? Cavab ver. Bizimkilər onlardan birini tanıyıb. Kimdir o? Kənan. Kənan kimdir? Kimdir o? Oğlunuz Kənan.
Bugün elə səninlə görüşəcəkdim. Təşəkkür eləmək üçün. Bilirsən, bəlkə də indi eşidəcəklərin sənin fikrini dəyişdi. Amma nə olursa olsun, bilirsən Tufan, mən görürəm ki, sən yaxşı oğlansan. Səninlə açıq danışacağım. Sərvər Qəniyev mənim atamdır.